Bayramovun səfəri. Rus ekspertlər hücuma hazırlaşır. Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq. Xamneyi ilə əlaqə saxlamaq çox çətindir. Pezeşkiyan. Bakıdan tarixi müdaxilə. Netanyahu son anda dayandı. Prosesin gizlinləri. Pensiya alanlara mühüm xəbər. Tarix açıqlandı. Ermənistanın baş naziri Nikol Paşinyanın Qırğızistana, Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramovun isə Ukraynaya səfəri başlayıb. Bu iki səfər arasında birbaşa əlaqə olmasa da, hər iki istiqamətdə Rusiyanın siyasi və ekspert çevrələrinin reaksiyaları gözlənilir. Axar TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Paşinyan Qırğızistanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. O, qurumun iflic vəziyyətində olduğunu bildirir. Çünki Rusiya, Avrasiya İqtisadi İttifaqı üzvü olan Ermənistandan məhsulların ixracına qadağalar tətbiq edib. Kreml bununla qərbə yaxınlaşan Paşinyan hökumətini cəzalandırmağa çalışır. Halbuki bu addım Avrasiya İqtisadi İttifaqının fəaliyyət prinsiplərinə ziddir. Buna görə də Paşinyan öz mövqeyini Qırğızistanda ifadə edəcək. Kreml Ceyhun Bayramovun Kiyevdəki görüşlərini də diqqətlə izləyəcək. Azərbaycanın istənilən dövlətlə tərəfdaşlığı onun suveren hüququdur. Lakin Ukraynaya qarşı müharibə aparan Rusiya, Kiyevlə əməkdaşlıq edənləri də hədəfdə saxlayır. Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə davam edən münaqişədə Rusiyanın qalib gələcəyinə əmin olduğunu bəyan edib. Axar TV xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında dərc olunan məlumata əsasən bildirilir. Məlumata görə Putin bu fikri Rusiya Teatr Xadimləri İttifaqının sədri Vladimir Maşkovla görüş zamanı səsləndirib və Maşkovun çıxışında səsləndirdiyi fikirlərlə razılaşdığını bildirib. Görüş zamanı Maşkov Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti Stanislav Luyipşinin uşaqlıq illərinə aid bir xatirəni danışıb. O bildirib ki, Luyipşin 1945-ci il mayın 9-da 12 yaşında olarkən süd almaq üçün növbədə dayanmışdı. Həmin vaxt küçələrdə insanların qəfil sevinc içində bayrama başladığını görsə də, əvvəlcə bunun səbəbini anlamamışdı. Maşkovun sözlərinə görə bir müddət sonra mağazanın satıcısı qapını açaraq belə demişdi: "Yoldaşlar, qələbə, süd olmayacaq." Bu ifadə 2-ci Dünya müharibəsində qələbənin elan edilməsinə işarə kimi təqdim olunub. Daha sonra Vladimir Maşkov Ukraynadakı müharibəyə toxunaraq Rusiyanın bu qarşıdurmada qalib gələcəyinə inandığını bildirib. O vurğulayıb ki, ölkə öz təhlükəsizliyini, mədəniyyətini və dəyərlərini qorumağa nail olacaq. Vladimir Putin isə Maşkovun bu fikirlərini dəstəkləyərək Rusiyanın qarşıya qoyduğu məqsədlərə çatacağına əminliyini ifadə edib. Ölkənin ali rəhbəri Müştəba Xamneyi ilə əlaqə saxlamaq hazırda çox çətindir. Axar TV xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkiyan dövlət televiziyasına müsahibəsində deyib. Buna baxmayaraq, Müştəba Xamneyinin proseslərdə iştirakı mühüm dəstək mənbəyidir və görülən işlərin davam etdirilməsinə kömək edir, Pezeşkiyan qeyd edib. Cənubi Qafqazda mühüm diplomatik rol oynayan Azərbaycanın Türkiyə-İsrail münasibətlərində də vasitəçi ola biləcəyi ilə bağlı fikirlər səslənir. Bildirilir ki, Bakı balanslı xarici siyasəti sayəsində tərəflər arasında dialoqa töhfə verə bilər. Azərbaycanın Türkiyə-İsrail münasibətlərinin normallaşmasında vasitəçi olması mümkündürmü? Axar TV xəbər verir ki, Qlobal İnfoaza danışan Bakı Politologiya Klubu İctimai Birliyinin sədri politoloq Zaur Məmmədov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu əməli addımları ilə sübut etdiyini bildirib. Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi, Türkiyənin olmadığı yerdə Azərbaycan, Azərbaycanın olmadığı yerdə isə Türkiyə var. Bu, illər ərzində təsdiqini tapmış siyasi reallıqdır. Azərbaycan Türkiyənin iştirak etmədiyi platformalarda Ankaranın haqlı mövqeyini müdafiə edib. Rəsmi Bakı, Türkiyə ilə İsrail arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün indiyədək müxtəlif addımlar atıb və bundan sonra da atacaq. Politoloqun sözlərinə görə İsrailin qondarma erməni soyqırımı iddialarını tanımamasında da Azərbaycanın mühüm rolu olub.
Rəsmi Bakının ardıcıl diplomatik fəaliyyəti nəticəsində bu məsələ İsrailin siyasi gündəmində irəli aparılmadı. İsrail mətbuatının məlumatına görə Benyamin Netanyahu hökuməti Azərbaycanın uzunmüddətli diplomatik fəaliyyəti sayəsində bu iddiaların tanınmasını gündəmə gətirmədi. Bu, Bakının qardaşlıq prinsipinə sadiqliyinin və Türkiyənin milli maraqlarını daim nəzərə aldığının göstəricisidir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının avqustun 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə Axar TV-yə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının avqustun 21-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Müavinətlərin isə avqustun 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.